ve tabii ki insanlarımızın bir xeyli, keçən dəfə biz klimaks haqqında danışdıq ki, qadınlarda və kişilərdə olur. Ve inanın, nə dəhşətdir. İnsanlar bilmirlər. Qadınlar yazır, gülüş bir vəziyyətdir. Deyir, doktor, mənim yoldaşımda axı klimaks nətər ola bilər? Deyirəm, nətər? Deyir, onda menstrual sikl, yəni aybaşı olmur axı. Belə gülüş bir vəziyyətdir, faciədir. Hormonal pozğunluğu nə dəxli var aybaşıya? Kişiyə nə dəxli var? İki də hormonal sistemi var, qadının da. Qadının hormonal sistemi o formada özünü göstərir. Kişidə az olur, kişidə ancaq çox ağır gedir. Bəzən psixi pozğunluğa qədər gətirib çıxara bilər. Keçən dəfə dedim. Boşanmaya qədər gətirib çıxır. 50-60 il xoşbəxt yaşamış adamlar 75 yaşında boşanır. 70 yaşında, 65 yaşında boşanır. Çünki o hormonal dəyişiklik o insanın psixikasını pozur. Həssas olurlar, kövrək olurlar, hər şeyə ağlayırlar, xətirlərinə dəyir, körpə uşaqdan da həssas olurlar. Ona görə də onların müalicəsində çox gözəl nəticələrimiz var. İstər bütün qadınlarda olsun, kişilərdə olsun, təbii müalicə orada da öz işini görür, çox gözəl effekt verir, təbii ki. Yəni o problemlə də bizim xəstəxanaya müraciət edə bilərsiniz.